atlaştım, atlanıp dağlar aştım. Bir kurtla karşılaştım, dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun. Tanrı Türk'e yar olsun. Ben kurtlarla ulaştım, Altayları dolaştım. Şamanımla bağlaştım, dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun. Tanrı Türk'e yar olsun. Dolaştıkça Turan'ı, andım Bilge Kağan'ı. Gördüm Fatih Sultan'ı, dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Turan eller var olsun.
döndün dastana. Ey talış xalqımın gövhəriləli, fəxarət getirdin Azərbaycana. Elimin qəhrəman oğlu Pəncəli, qədəmləri dəyən yerdən ayağı məhv oldu düşmənin ümid çırağı. Bastı sinəsinə o al bayrağı, qartal teşğıdı cumdu irəli. Elimin qəhrəman oğlu Pəncəli, bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Elimin qəhrəman oğlu Pəncəli. Kabusu yaşattın cəsarətindən, bir ordu yetmədi qorxdu təkindən. Kəstin biləyindən, kəstin kökündən, xalqıma uzanan o mənfur əli. Arzular var sabahı nurlandıran, arzular var daim xəyallar quran. Arzular da varmış qanı donduran, bükülüb bayrağa tabutda gəlib. Elimin qəhrəman oğlu Pəncəli, bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Elimin qəhrəman oğlu Pəncəli. Əzəri torpağın yaqut üzəri, indi Türk elinin doğan səhəri. Sənə xalqın verdi adı dəyəri, səni azadlığın ilki əzəli. Elimin qəhrəman oğlu Pəncəli, elimin qəhrəman oğlu Pəncəli, elimin qəhrəman oğlu Pəncəli.
اللهم صل على محمد وعلى آل محمد. آمين. السلام عليكم يا أهل القبور. آمين. اللهم اغفرهم جميعا للمؤمنين والمؤمنات. آمين. والمسلمين والمسلمات. آمين. الأحياء منهم والأموات. آمين. يا رب العالمين. يا أرحم الراحمين. الفاتحة. اللهم صل على محمد وعلى آل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. İlahi rahmetullah. Allahümme salli ala Muhammedin ve ala Ali Muhammed. Allah rahmet eylesin. Allah cəmən şəhidlərimizi gəni rahmet eylesin. Allah qəbirlərini pürün nur eylesin. Allah dualarımızın savabından ruhlarını xəbərdar eylesin. Allah ruhlarını bizlərdən razı aparsın ya. Allah Pəncəli qardaşımızı, şəhidimizi də gəni rahmet eylesin. Allahu Azimuşan onun da ruhunu bizlərdən razı aparsın. Duaların savabından Allah ruhlarını xəbərdar eylesin. Allah onların məqamları cənnətdir. Allah cənnətdə ali eylesin ya. Allah bütün şəhid valideynlərimizə Peygamber s.ə.v-in güzel sabrinden, Kur'an sabrinden nasip eylesin. Cümlemizi ellikdə, dostluqda, kardeşlikdə birbirimize mehriban eylesin. Allah dövlətimizdə, məmləkətimizdə, elimizdə, obamızda, ailemizdə əminəmanlıq və sabitliği daimi eylesin. Allah bayrağımızı daimi uca eylesin. Allah ülke rəhbərimizə, Ali Başkomandanımıza da can sağlığı nasip eylesin. Allah onun sözünü daimi uca sözlerden, kəsərli sözlerden karar versin ya. Allah ondan da razı olsun. Allah sizlerden de razı olsun. Allah anamıza da can sağlığı versin. Bütün şehit analarımıza Allah can sağlığı versin. Allah sabır versin inşallah. Hamilce böyle. Aziz qonaqlar, bugün aprel döyüşlərindən 9 il keçir. İlk dəfə ordumuza qələbə, torpağın işğaldan azad olma sevincini yaşadan aprel şəhidlərinin 9-cu il dönümüdür. Həmin şəhidlərdən biri də həm kəndimiz, xalq qəhrəmanı Pəncəli Teymur olmuşdur. Allah şəhidimizi qəni rəhmət eləsin. Amin. Onun timsalında bütün Azərbaycan şəhidləri qəni rəhmət eləsin. Amin. Mən sözü sevimli doktorumuz Rəşad Mahmudova, milletvəkili sözü Rəşad Mahmudova edirəm. Çok teşekkür ederim. Çok əziz doğmalar, çok əziz mərasim iştirakçıları. Həqiqətən belə bir şərəfli tarixdə yenidən bir yerdə olmaq. 9 il üzərindən keçsə də sanki üzərindən 9 gün keçmiş kimi o həyəcanla biz yenə Pəncəli timsalında əziz şəhidlərimizin xatirəsini yad edirik. Əslində dəyərli qardaşımızın bütün ölkəyə, bütün dünyaya artıq hamıya məlum olan qəhrəmanlığı hamıya məlumdur. Amma Pəncəli sadəcə bir ordu zabitinin üzərinə düşən vəzifə borclarını yerinə yetirmədi. Əslində Pəncəli timsalında qəhrəman oğullarımız Böyük Vətən müharibəsinin müjdəçisi və belə bir uğurun, belə bir qələbənin, belə bir şanlı Vətən müharibəsinin həm də xəbərçisi və onun ruhunu yaradan insanlar oldu. Biz onların ruhları qarşısında əbədiyyən Azərbaycan xalqı və bu Azərbaycan xalqından miras qala biləcək bütün genetik gələcək varlıqlarımız onların ruhu qarşısında daimi öz məsuliyyətlərini fərq edəcəklər. Mən fürsətdən istifadə edərək burada iştirak edən və burada olmayan bütün şəhid analarının, valideynlərinin qarşısında baş əyərək görüb deyirəm ki, nə olmasından asılı olmadan hər birimiz bu dünyada, fani dünyada keçici olaraq bir senaryo içərisində bir rol oynamağa gəldik. Amma hamımız bir gün gedərik, amma daimi olaraq hər zaman sadəcə ailəsi tərəfindən deyil, bütün xalq tərəfindən yadda qalacaq və onların ehtiramı qorunacaq. Qəhrəman evladlar yetişdirdiyinizə görə sizə minnətdarım. Allah sizi var eləsin. Siz sağ olun ki, ölkəmizi həqiqətən bugün ölkələr içərisində şərəfli bir şəkildə duruşa səbəb olacaq bir tarix yazan evladlar. Siz sağ olun ki, bugün
dünya artık globallaştıkça daha çok gördüğümüz en büyük devletler içerisinde bizim Ali Başkomandanımızın daha bir şekilde dağ kimi alnı açık bir şekilde durmasına ve dünyaya biz varıq demesine sebep olan evlatlar ve o şekilde terbiye verdiniz. Biz size bir daha başınız sağ olsun deyirik. Biz bir daha o iç dünyanızda her bir ananın, valideynin keçirtmiş olduğu o derin, ince hislerin karşısında hürmetle yine baş eğirik ve dönüp deyirik ki Allah sizin onlar sayesinde bundan sonra sağlamlığınızı ve ruhunuzu hemşe güzel ve devamlı eylesin. Amin. Teşekkür ederim. Hürmetli həmvətənlər, hürmetli əziz şəhid anaları, şəhid valideynləri, hər birinizi salamlayıram. Bugün hürmetli Bəşər müəllimin də qeyd elədiyi kimi aprel döyüşlərindən 9 il ötür. Aprel döyüşləri 2020-ci ildəki böyük qələbəmizin əsası qoyulan döyüşlərdir. Aprel döyüşlərində Azərbaycan xalqının iradəsi ortaya qoyuldu. Yəni torpağının işğalı ilə barışmayacağı ilə bağlı xalqın iradəsi ortaya qoyuldu. Eyni zamanda aprel döyüşləri ilə Azərbaycan ordusunun gücü, qüdrəti ortaya qoyuldu. Böyük qələbəyə gedən yolun ilk addımı idi aprel döyüşləri. Sonraki dövrdə 2020-ci ildə təbii ki torpaqlarımızı azad elədik. 2023-cü ildə bir günlük antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bugün hər bir Azərbaycanlı, hər birimiz fəxrlə qalib ölkənin vətəndaşıyıq. Qalib ölkədə yaşayırıq. Biz qalib gəldik. Biz torpaqlarımızı azad etdik. O işğal, qaçqınlıq, bu üzərimizdə olan bu yükü üstümüzdən götürə bildik. Məhz Əncəli Teymurov kimi şəhidlərin şücaəti sayəsində biz bu qürura nail ola bildik. Bir daha Əncəli Teymurovu dünyaya gətirən Fahimə ananın qarşısında baş əyirəm. Onun timsalında bütün şəhid analarının qarşısında baş əyirik. Allah'tan onlara rəhmət diləyirik. Bütün şəhid analarına səbir diləyirik. Onların yeri təbii ki dinimizə görə də şəhiddən ucağı yoxdur. Onların yeri təbii ki o dünyada cənnətdir. Allah'tan sizə səbir arzulayıram. Biz hamımız, yine Rəşad müəllim də qeyd elədi, hamımız dünyada müvəqqətiyik, ölüb gedərik. Amma şəhidlər əbədiyyən yaşayır. Bakın bugünkü bu insan seli arası kəsilmədən gəlir, bir qismi hələ yoldan içəri keçə bilməyib. Bu elə Əncəli qardaşımızın yaşaması deməkdir, ona olan sevgidir. Bir daha Allah'tan rəhmət diləyirəm, Allah'tan səbir diləyirəm və sizin qarşınızda baş əyirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bilmək istəyirik ki, Heydər Əliyev Fondunun icrası direktoru hörmətli Anar müəllim də bugün burada iştirak edə bilməsə, gül çələngini göndərib və eyni zamanda mənim oğlum qəhrəmandır, mənim atam qəhrəmandır layihəsinin rəhbəri hörmətli Mirzə müəllim də buradadır. O da bizimlə bərabər bu dərdi bölüşür. Təşəkkür edirəm ona. Tədbirimizə gedirik, şəhidin evimizin qarşısındakı böyük tədbir olacaq. Hamımız orada dəvət edirik. Biz həm də mən fürsətdən istifadə edərək həqiqətən biraz əvvəl də deyildi. Allah belə bir dövranda bizi yaşatdı ki, həyatın həm ən acılı 90-cı illəri yaşadıq. Torpaq itkisi, qürur itkisi, şərəf itkisi, bir çox problemlər, vətən uğrunda şəhid düşən oğullarımız bugünkündən dəfələrcə çoxudur. Və bununla bir yerdə bugünkü dünyamızda bu qədər hər şey aydın oldu. Əvvəllər biz Avropa dəyərlərində elə bilirdik ki, dünyanın ən dəyərli demokratiyası oradadır. Məyər ki, demokratiyanı daxillərində edib, başqa yerlərdə başqa insanları, cəmiyyətləri əzirmişlər. Biz elə bilirdik ki, bugün yolda gələndə 2018-ci ildə bir çıxışım yadıma düşdü. Cənab Prezidentə müraciət zamanı belə bir fürsət yaranmışdı. Mənə dedim, qüdrətli ordu yaratdığınıza görə bütün millətimiz adına sizə təşəkkür edirik. Onu bir
tanınmış bir tədqiqatçının belə bir sözü var, deyir, hekayəni dua edərcəsinə anlatmaq lazımdır. Yəni, sanki Azərbaycan xalqı Cənab Prezident başda olmaqla öz ordusuna dua edərcəsinə bir hekayə yazdırdılar. O hekayə indi bizə çox belə zaman keçdikcə bəlkə adiləşə bilər, amma 9 il sonra bunu burada müzakirə ediriksə, demək ki, adiləşmir. Allah Taala bizə nəsib elədi. Allah dünyada müharibələri sonlandırsın inşallah. Biz dünyanın ən qüdrətli ölkələri saydığımız, ən böyük ordularına sahib orduların bugün insanlıq qarşısında nə qədər aciz olduğunu, öz torpaqları və haqq və ədalət, həm deyir, Tanrı qarşısında olan ədalət, həm də dünya hüququ qarşısında olan ədalətində nə qədər böyük problemlər yaşadığını gördük. Mən yenə fürsətdən istifadə edərək bugün Cənab Prezidentin qarşısında bütün Azərbaycan xalqı adından, şəxsən bir vətəndaş kimi, şəxsən millət vəkili kimi, bir ziyalı kimi baş əyərək dönüb deyirəm ki, sadəcə qalib gəlmək deyil, bu qədər şərəfli bir şəkildə bu ölkənin vətəndaşının və bayrağını yüksəltdiyinə görə sizə təşəkkür edirik. Bu qədər həcm olaraq kiçik və 10 milyonluq əhalisi olan bir ölkə bugün Ukraynada Rusiya arasında olan münasibətdə kimin doğru haqlı olması deyil. Bugün uzaq şərqdə olan hadisələrdə kimin doğru haqlı olmasından getmir söhbət. Sadəcə söhbət ondan gedir ki, məsələ bitmir və insan dəyərlərinə diqqət olunmur. Bizim ordu və bu qəhrəman oğullarımız müharibədə haqlı işimizi qazanırkən bir dənə sivil insana zərər vermədilər. Bir uşağın gözünə bir zərər verə biləcək hadisədə amildən uzaq qaldılar. Hansı ki, hamımız bilirik nə qədər provokativ hadisələr olurdu. Mən fürsətdən istifadə edərək bugün analar qarşısında Azərbaycan qadınını ən gözəl bir şəkildə simvolizə eləyən, hər kəslə birinci ilə idi olur, amma Mehriban xanım çox sağ olsun ki, bütün dünyada qadınları və birinci xanımları görür ki, amma bir Azərbaycan qadınına və dünya qadınına şərəf gətirə biləcək duruşu ilə, addımları ilə, arxa planda birinci prezident olmasına baxmayaraq, öz həyat yoldaşına və Azərbaycan xalqına olan hörmətini hər məqamda bizə hiss elətdirir. Ona görə biz bugün Pəncəli qardaşımız və bütün şəhidlərimiz və birlikdə Azərbaycan xalqı öz liderləri ilə də fəxr edir. Bugün biz təşəkkür edirik ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda humanitar işlərin, dövlətin gördüyü işlər xaricində bəlkə ola bilər hansısa qurumun gözündən qaçara biləcək bütün sosial problemlərin həllində hər mərhələsində aktiv bir şəkildə iştirak edir. Mən fəaliyyətimlə əlaqədar mən bilirəm ki, Azərbaycanda nə qədər körpə uşağı hələ 20 il bundan qabaq. Onların nəinki həmin o 20 min, 30 min, 50 min manata, heç onun 1 manata imkanı yoxkən ən ehtiyacı olan insanları tapıb xaricdə müalicə edir. Və biz hansı ki bu cənub zonasından, mən özüm cənub zonasından, Masallıdan bir tərəfim, Anamana tərəfim, mənim uşaqlığım cənub zonasında keçir və bu cənub zonasında qoşa-qoşa övladlarını verən övladlarımız var. Və onlar da bizim həmişə Heydər Əliyev Fondunun diqqətindədirlər. Şəxsən Anar müəllim səbəbli tədbirdə iştirak edə bilmədi. Gül çərəyi göndərdi və inşallah Allah qoysa bu yaxınlarda mütləq gələcək, evinizi ziyarət edəcək inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların daim şad olsun. Şəhidimizin döyüş yoldaşı, famil qardaşımız buradadır. Onun da sözüm var. Ondan söz deyim. Təşəkkür edirəm. Hər kəs salamlayıram bütün Pəncəli sevərləri. Orduya qəhrəmanlıq salnaməsi yazan Pəncəli qardaşımızın sevimliləridir burada olanlar. Hər birinizə minnətdarıq. Pəncəlinin də ruhu şaddır. Sizi burada görməklə, onun da ruhu bizim aramızdadır. Pəncəli kimi qəhrəmanı itirmək böyük bir, ağır bir itkidir. Amma hal-hazırda o bütün Azərbaycanın qəlbindədir, gözəl gülşəsində və hər kəsin ona böyük sevgisi var. Ona görə hər birinizə minnətdaram. Gələcək nəslə də bu cür xalqın qəhrəmanını tanıtdırmaq bu cür fəaliyyətlərlə olur. İnşallah ki, bu davamlı olar. Hər gəlib ziyarət edəcək imkanımız olduqca, vaxtımız olduqca bizim mənəvi borcumuzdur. Ona görə hər birinizə, sizlərdən də, hər birinizə minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət olsun. Amin. Amin. İnşallah. Məkanları cənnət olsun. Amin. Şəhidlər həmişə qəlbimizdədir. Hər dəqiqə anırıq. Ancaq bugün Şəhid Pəncəli Teymurovun qəbristi abidəsindəyik və
hamımız yığışmışıq burada. Gəlin, Şəhid Pəncəli Teymurun timsalında bütün Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah onları rəhmət eləsin, qəbirləri nurla dolsun. Sağ olasınız, minnətdarıq. Düştün dilden dile, döndün dastana. Ey talış halkımın göferileri, fəxarət getirdin Azərbaycana. Elimin qəhrəman oğlu Pəncəli, qədəmləri dəyən yerdən ayağı oldu düşmənin ümid çırağı. Bastı sinəsinə o al bayrağı, qartallı teşğıdı cumdu irəli. Elimin qəhrəman oğlu Pəncəli, bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Elimin qəhrəman oğlu Pəncəli. Kabusu yaşattın cesaretinden, bir ordu yetmedi qorxdu təkindən. Kəstin biləyindən, kəstin kökündən, xalqıma uzanan o mənfur əli. Arzular var sabahı nurlandıran, arzular var daim xəyallar quran. Arzular da varmış qanı donduran, bükülüb bayrağa tabutda gəlib. Elimin qəhrəman oğlu Pəncəli, bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli. Bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələri, qorxu gümanı. Yaman çalxaladı Ermənistanı, milyon ürəklərə yetdi əməli.
hörmətli tədbir iştirakçıları, ilk öncə hamınızı salamlayıram və sizi öz adımdan, qəhrəman şəhidimizin ailə üzvləri adından salamlayırıq. Tədbirdə iştirakınıza görə hər birinə minnətdarlığımızı bildiririk. Hörmətli tədbir iştirakçıları, məlumunuz olsun ki, 24 mart 1981-ci ildə dünyaya gələn 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Gizir Pəncəli Nurməmmədoğlu Teymurovun anım mərasiminin 9-cu il dönümünə toplaşmışıq. Hörmətli tədbir iştirakçıları, qəhrəman şəhidimizi, müstəqil Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizi və müstəqil Azərbaycanın yaradıcısı, banisi, Ulu Öndər, Ümmü lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edək. Əziz qonaqlar, şəhid anaları, şəhid ataları, hörmətli tədbir iştirakçıları, məlumunuz olsun ki, Əfsanəkəran kəndi Qarabağ döyüşlərində vətənimiz Azərbaycan uğrunda 5 şəhid vermişdir. Bəxtiyar Osmanoğlu Rüstəmov, Sarban Qurbanoğlu Qurbanov, Pəncəli Nurməmmədoğlu Teymurov, Əhəd Bilaloğlu Ağayev, Kənan İmranoğlu. Allah hər birini rəhmət etsin. Bunlar vətənimizin fəxrləridir. Yaşadığı həyat yolu ilə keçdiyi döyüş yolu ilə seçilmiş şəhidlik zirvəsinə yüksələn Pəncəli Teymurov 24 mart 1981-ci ildə Əzərit kəndində dünyaya gəldi. Pəncəli Teymurov 1986-98-ci ildə Astara rayonu Bəxtiyar Rüstəmanda Əfsanəkəran kənd orta məktəbində təhsil alıb, 1999-cu ildə hərbi xidmətə getmiş, xidmətdə olduğu müddətdə kəşfiyyatçı peşəsinə yiyələmiş, Bakı Gizir məktəbində və Türkiyənin xüsusi kəşfiyyat məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq Azərbaycanın xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı diversant taburunda 17 il şərəflə xidmət etmişdir. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyunda özünə bunları arzu etdi.
Gəlin onun öz səsini dinləyək. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sirf ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmaya geçsin. Hamınızı öpürəm. Ciddi öpürəm sənə. Əlbəttə bu səs, bu arzu hamımızı kədərləndirir. Lakin qəhrəmanımızın öz toyunda bu tarixi çıxışı indi də hər bir gəncimizin həyat devizinə çevrilmişdir. Pəncəli Teymurov Azərbaycanımızın əbədi yaşar qəhrəmanıdır. Və şeir üçün Aynur Qurbanova Aslan Pəncəli şeirini ifa edir. Aslan Pəncəlim bir bayraq altında möhkəm birləşib, cəngavər oğullar bir himədəndir. Vətən başdan başa mübarizləşib, komandan yetər ki əlini endir. Yanaşsan əskərin hansı birinə, intiqam hissiyle yanıp tutuşur. Cəbhədə hər ölən oğul yerinə neçə min qəhrəman oğul yetişir. Astara rayonu, Əzərit kəndi bir oğul itirdi adı Pəncəli. Bütün el başına yığışıb indi, fəxr edir onunla öz doğma eli. Anası qürurla baxır oğluna, deyir 5 oğul böyütmüşəm, 5'i də aslan. Bu torpaq uğrunda, vətən uğrunda, oğlumun biri yox, 5'i də qurban. Vətənə qeyrətli oğul gərəkdir. Torpaq vətən olmaz şəhid olmasa. Demirəm öz oğlum dünyada təkdir. Şərəflə ölübsə batmaram yasa. Başını dik tutmuşdu Nur Məmməd kişi. Bu yolu könüllü seçmiştir oğlu. Belə olmalıydı onun gəlişi. Həmişə tapdalanmış yurdaydı bağlı. Deyərdi hər zaman ən böyük arzum vətən torpağını azad etməkdir. Bu şərəfli yolda mən şəhid olum. Əsas iş bu yolu seçib getməkdir. O şad günündə, toyunda belə gözüyle görürdü öz tabutunu. Müqəddəs bir arzu gətirdi dilə. 3 rəngli bayraqla dəfn edək onu. Onu tək qoymayıb silahdaşları, tər-tərdən dostları gəlib onunla. Pəncəlim qoymayıb ensin başları. Borcunu ödəyir onlar bununla. İndi bu milletin sözü, söhbəti Pəncəli olacaq, Pəncəli qardaş. Herkesin kendine arttı hürmeti. Hürmetin anana təsəlli qardaş. Öz doğma yurduna şərəf getirdin. Cəngavər ürəklim, aslan Pəncəlim. Sarsılmaz əzimlə döyüşə girdin. Olmusan dillərdə dastan Pəncəlim. Olmusan dillərdə dastan Pəncəlim. Çok sağ olun. Pəncəli Teymurov 17 illik xidməti dövründə müxtəlif döyüş mükafatları, medallarla tərtib olunmuş və ən böyük mükafatını 2015-ci ildə komandirin təqdimatına əsasən ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə igidliyə görə medalı, aprel döyüşlərində misilsiz şücaətinə görə ölümündən sonra vətən uğrunda medalı ilə tərtib olunmuşdur. Hörmətli qonaqlar, burada bizim çox sayılı qonaqlarımız iştirak edir. Hörmətli şəhid ailələri, şəhid anaları, ataları, millət vəkilləri və müxtəlif yerlərdən gələn qonaqlarımız var. Və mən ilk sözü bizim millət vəkilimiz Vasif müəllimə vermək istəyirəm. Buyurun Vasif müəllim. Salam, əziz şəhid anaları, şəhid ataları, şəhid ailə üzvləri,
əziz qardaşlar, bacılar, hər birinizi salamlayıram. Bugün biz Pəncəli Teymurovun 9-cu anım tədbirinə yığışmışıq. Burada da qeyd edildiyi kimi Pəncəli Teymurov 35 illik ömrünün təxminən yarısını, 17 ilini vətənə xidmətdə keçirmişdir. Onun döyüş yoldaşları Pəncəli Teymurov haqqında xatirələrini bölüşərkən biz görürük ki, həqiqətən də Pəncəli Teymurov bir qəhrəmanlıq nümunəsi olub, bir şücaət nümunəsi olub. Bugün inanırıq ki, Pəncəli Teymurovun ruhu şaddır. Biz inanırıq ki, Pəncəli Teymurov cənnətdədir. Çünki dinimizdə də şəhiddən böyük ad yoxdur. Onların məqamı cənnətin ən yüksək mərtəbəsidir. Bugün Pəncəli Teymurovun və onun timsalında bütün şəhidlərimizin ruhu şaddır. Bugün 2020-ci ildəki 44 günlük vətən müharibəsi ilə Azərbaycan ərazilərinin işğalına son qoyuldu. Bu böyük qələbəyə gedən yol aprel döyüşləri ilə başlamışdı. Aprel döyüşləri ilə Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə barışmayacağı bütün dünyaya məlum oldu. Eyni zamanda aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi. 2020-ci ildəki vətən müharibəsindəki zəfərə gedən yol məhz aprel döyüşlərindən başladı. İlk dəfə biz aprel döyüşləri ilə işğal altında olan torpaqlarımızı azad etdik. 2000 hektardan artıq ərazilərimiz işğaldan azad olundu və böyük qələbəyə gedən yolun əsası qoyuldu. Nəhayət 44 günlük müharibədən sonra bir günlük antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi bərpa olundu. Mən ixtisasca tarixçiyəm. Bu erməni probleminin necə Azərbaycan üçün yaradıldığının 1-200 illik tarixini bilirəm. Həmişə tələbələrimə də o sözü deyirəm ki, bu torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpa olunması, bunlar elə bir şəkildə qısa müddətdə baş verdi ki, biz bu qələbənin böyüklüyünü hələ tam dərk edə bilməmişik. Yəni təkcə 91-94-cü illərdəki işğal altında olan torpaqlarımız azad edilmədi. Azərbaycanın içərinə yerləşdirilən, 200 il bundan əvvəl Azərbaycanın köksünə yerləşdirilən o bomba zərərsizləşdirildi. Bu 200 illik problem bir dəfəlik həll olundu. Bugün əlbəttə ki, hamımız qürur hissi ilə başımızı dik tuturuq. Hamımız fəxr edirik ki, biz torpaqlarımızı azad eləmişik. Biz qalib dövlətin vətəndaşıyıq, qalib ölkənin vətəndaşıyıq. Hamımız məğrur yaşayırıq. Məhz Azərbaycan xalqının bir yumruq kimi özünün Ali Başkomandanının ətrafında birləşməsi, Ali Başkomandanın dəmir iradəsi və şəhidlərimizin, qazilərimizin şücaəti nəticəsində biz buna nail olduq. Bugün əlbəttə ki, bütün şəhidlərimizin qisası cəbhədə, döyüş meydanında alınıb. Bütün şəhidlərin ruhu şaddır. Çünki bizim suverenliyimiz bərpa olunub, bütün şəhidlərimizin qisası alınıb. Mən burada oturan şəhid analarının qarşısında baş əyirəm. Hər birinizə Allahdan səbir diləyirəm. Hər biriniz bizim üçün bir fəxarət yerisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun Vasif Nadir, minnətdarıq sizə. Bəli, Pəncəli Teymurov igid, mərd, qəhrəman dünyaya gəldi. Məktəb illərində nümunəvi şagird olmaqla vətənpərvər böyümüşdü. Xocalı faciəsindən təsirlənən igidimizin yeganə arzusu hərbiçi olmaq, vətənimizi düşməndən azad etmək idi. Şərəflə xidmət etdi. Böyük zəfərin başlanğıcı olan
aprel döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid oldu. Bugünkü tədbirimizdə onunla beraber döyüşən silahdaşların və şəhid olan vətənpərvər oğulların ataları iştirak edir. Məmnuniyyətlə mən onları bura dəvət edirəm. Şirinov Kamilin atası Əliş ata Salyandan, Vətən müharibəsi qəhrəmanı İsmailova Camalın atası Vidadi ata Neftçala, Həşimov Tarzanın atası qəhrəman ata Lerik, Tağıyev Ramigin atası Teymur ata Lerik. Buyursunlar, bura xahiş edirəm. Bir de yadımdan çıktı, Emin Bağırov'un atası burada iştirak edir. Xahiş edirəm, o da gəlsin. Çox sağ olun. Əziz və hörmətli qonaqlar, bu günləri bu ziyarətgaha hamımızın xoş qədəmləri mübarək olsun. Bəli, Pəncəlinin 9-cu il anım günüdür. Amma 9 il elə bilirsən, 9 gündür. Bunu yaxşı şəhid analары, ataları bilir, dözürlər, dözəcəklər də. Sizə də minnətdaram ki, şəhidlərə verilən qiymət, hörmət, izzət belə olmalıdır, şəhidi ucalmalıdır. Allah sizin hamınızdan razı olsun. Çox sağ olun. Bu ailəyə mən can sağlığı arzu edirəm. Allahım ana, yenə də deyirəm, Allah nə qədər mənə can verib, ömür verib, hər il yenə də gələcəm, Pəncəli balamızı ziyarət edəcəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, şəhid ailələrinə can sağlığı, uzun ömür arzu edirəm. Çox sağ olun. Bütün tədbir iştirakçılarını salamlayıram. Başda şəhid ailələri olmaqla millət vəkillərimizi. Biz fəxr edicidir ki, bu günləri Pəncəli balamızın işığına yığışmışıq. Mən özüm 1-ci Qarabağ müharibəsində iştirakçı olmuşam. 1-ci Qarabağ müharibəsində bizim əziyyətimiz çox oğullar itirmişik. Prosta bizim müasir silahımız, ali başkomandanımız olmadığından biz 1-ci Qarabağ müharibəsində məğlub olduq. Ancaq illər keçdikcə, ordumuz yarandıqca, peşəkar ordu, xüsusi təyinatlı ordu yaranandan sonra ordumuz günü-gündən güclənməyə başladı. Və bunun nəticəsidir ki, 44 günlük müharibədə ordumuz tam torpaqlarımızı azad elədi. Fəxricidir, biz oğul şəhid verdik ki, torpaqlarımız azad olsun. Və bizə göstərilən bu münasibət də dövlət başçısından, dövlət xadimlərindən çox yüksək səviyyədədir. Mən şəhid adası kimi qürur duyuram ki, vətənimin azadlığı uğrunda, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda öz balamı şəhid vermişəm. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bütün şəhid valideynlərlə də səbir versin. Mən də öz növbəmdə bütün elimi salamlayıram. Bura yığılışanların hər biri bizim baş tacımızdır. Çünki bunlar bu gün elə bir günə yığılışmışıq ki, elə bir igidin anım günlə yığılışmışıq ki, bunlar birbaşa bizim fərəh yerimizdir. Mən deməzdim Allah şəhidlərə rəhmət eləsin. Çünki bizim Quranda bizə şəhidlərimiz diri-diri deyirlər. İmam Hüseyin ağamız şəhidlər sərvari olan bir ağamız başda olmaqla bütün şəhidlərə salam olsun deyərdim. Allah bu şəhidlərin məqamını həmişə ucadan uca eləsin. Çünki onlar bizi başı uca olan bir xalq kimi dünyaya tanıtdırdılar. Və onların ehtiramını qoruyan, onların bu gününə qiymət verən elm oban var olsun. Əgər belə bir qeyriyyətli elm vardırsa, şəhidlərimiz həmişə əbədi yaşar olacaq və olmalıdır.
bizim qabaqda gedən ölü öndərimiz Heydər Əliyevə də Allah rəhmət eləsin. Çünki o bizim Azərbaycanın dəstəkləməsində bizi dəstəkləməsəydi bu günlər olmayacaqdı. Allah canlı şəhidlərimizi qorusun. Onlar bizim şəhidlərimizin şahidləridir. Allah bizim Ali Başkomandanımızı qorusun. Çünki o bir amal uğrunda qabaqda getməsəydi biz bu günü görməsəydik və görməyəcəkdik də. Mən fəxr eləyirəm ki, Pəncəli kimi, Tərzan kimi 3000 şəhid vermişəmsə, zato bir alnı açıq, bir qalib xalqın vətəndaşıyam. Nə xoş ki, belə bir qeyriyyətli elimiz, qeyriyyətli xalqımız var. Allah başta İlham Əliyev olmaqla xalqımızı qorusun. Allah ordumuzu qorusun. Siz də diqqətə görə çox sağ olun. Mən də sizi salamlayıram. Allah bütün şəhid analarına səbir versin. Pəncəli babamızın yeri cənnət olsun. Bütün şəhid babamızın yeri cənnət olsun. Onsuz da cənnətdədir. Var olasınız, sağ olasınız. Mən də hamınızı salamlayıram. Bakıdan gəlmişəm. Əmin Bağırının atasıyam. Pəncəli Teymurla bir yerdə şəhid oldular. Allah'ımızın canı sağ olsun ki, bu böyle yığışmışız. Mən inansın təsvir eləmədim. Allah torpağımızı, bayrağımızı yüksəksin, Allah sizə can sağ olasın. Allah sizə sabır versin, gözəl atalar. Və yenə bir şeir nümunəsi, Ayan, buyurun. Şəhidim, səninlə öyünür bu ana vətən, canını uğrunda verən şəhidim, zirvəyə ucaltdı yaradan səni, həmişə yaşaya bilən şəhidim, ruhuna baş əyir cümlə kainat, qürurla anırlar səni camaat, cənnətə qovuşdun olma narahat, düşməni məhv edib gülən şəhidim, ucaltdın zirvəyə zəfər bayrağın, düşmənin qəlbinə çəkmisən dağın, əzmlə almısan ana torpağın, bayraqla evinə gələn şəhidim, qanınız qalmadı yerdə şəhidim, sayəndə düşmədik dara şəhidim, 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 bir də şəhidim, kafirin gözünü yaran şəhidim, hər şəhid olan kəs mənə əzizdir, onların niyyəti pakdır, təmizdir, tarixdə hər izi silinməz izdir, kədərli günləri silən şəhidim, Astara igidlər məkanımızdır, Bəxtiyar Sarvanım hər anımızdır, Pəncəlim Əhəd və Kənanımızdır, kəndimdə ucalan ərən şəhidim, zəfər bayrağını sancan şəhidim, zəfər bayrağını sancan şəhidim. Olan bir də musiqi nömrəsi var, onu da dinləyək sonra. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan keçərəm. Sən şəhidlik zirvəsində igidlərin yanındasın, bu millətin yaddaşında, bu millətin yaddaşında, damarında, qanındasan. Şəhid Pəncəli Teymur, sən Pəncəli Teymursan, aslan kimi yaşamasan, şəhid olmaz, öləməzsən sən, ürəklərdə yaşayırsan sən. Sən Pəncəli Teymursan, aslan kimi yaşamasan, şəhid olmaz, öləməzsən sən.
pəncəli Teymur. Sen pencere Teymur'san, aslan kimi yaşarsan, şehit ölmez, ölmezsen sen. Yüreğlerde yaşayırsan sen. Sen pencere Teymur'san, aslan kimi yaşarsan, şehit ölmez, ölmezsen sen. Yüreğlerde yaşayırsan sen. Düşməyin hər yalan, sən haqqını qanla verdin Azərbaycan bayrağına. Çox sağ olun. Qəhrəmanlar Muzeyinin təsisçisi və bu pəncəli büstünü hazırlayan bizim Namik müəllimimiz buradadır, Namik Əliyev. Şəhid qardaşıdır. Həm də 20 yanvar faciəsinin iştirakçısıdır və onu tribünaya dəvət edirik. Buyursun Namik müəllim. Çox sağ ol təqdimatıma görə, amma düzgün təqdimat elə. Əvvəla mən qaziyəm, 1 nömrə. Şəhid qardaşıyam, 2 nömrə. 20 yanvar iştirakçısıyam, 3 nömrə. 4-cü nömrə 44 günlükdə Füzulidə, diagnostikada, şəhidlərin çatdırma təşkilatda sədr işləmişəm. 5-ci mən heykəltaraş da deyiləm. Yəni təqdimatı düzgün ver. Əvvəla ilk növbə burada şəhid alilərin qarşısında baş əyirəm. Anların qarşısında baş əyirəm. Bizi buraya gətirib çıxardan qardaşımız da sağ olsun. Biz Astara tanımırdıq, sözün düzü. Yəni mənim ayağım heç vaxt bu Astara yoluna dəyməyibdi. Allah qəni-qəni rəhmət eləsin, yeri cənnətlik olsun Pəncəlinikin. Azərbaycanda elə oğlanlar var, bu Astara zonasını tanımayıb. Yəni eşidiblər, gəlməyiblər. Yəni bizi mehribanlaşdırır. İndi hal-hazırda ziyarətdən gəlirəm, qalxa bilmirəm padyumu. İndi fikirləşirəm ki, bu doğrudan da 52-nin onurğa sütunu imiş. Bu dağları bir nəfəsə qalxırmış. Ümumiyyətcə bu 52-də qulluq edən uşaqlar hamısı belə canavarlar olublar. Əliş dayı bayaq sözləyir, yavaş-yavaş. Ay kişi, sən Kamil Şirinoğlu'nun atasısan, sən danışanda yerə bu dağlar oynasın. Zamanın atası olsun. Danışır, elə bilərsən ki, nə olubdur? Vidat dayı, sən elə danışmalısan ki, doğrudan da bu dağlar sənin səsi eşitməz. Onu gör ki, sən zamanın atasısan, vətən müharibəsi qəhrəmanı. Təşəkkür edirəm, minnətdaram söz verdiyinizə görə. Eşmənə yeri gəlsə mikrofon da lazım deyil. Çox sağ ol, səsinizə qüvvət. Təşəkkür edirik. Əlbəttə bugün burada bizim şəhid analarımız iştirak edir. Baş əyib onların qarşısında. Çünki onların ürəyi yaralıdır. Hər dəqiqə, hər gün öz övladını fikirləşirlər. Və mən başda vahimə ana olmaqla şəhid analarından danışmaq istəyəm. İndi adla çağıra bilmirəm, gəlsin burada. Öz sözlərini desinlər. Millət vəkilimiz Rəşad müəllim də burada iştirak edir. Böyük əziyyət çəkir. Buyur Rəşad müəllim, hoş gəlmişsiniz. Çox əziz tədbir iştirakçıları, çox əziz şəhid anaları, çox doğma şəhid ataları, uzaqdan rayonumuza təşrif buyurmuş, bugün bizi tək buraxmayan əziz dostlar. Hər birinizi, hər birimiz üçün şərəf tarixi olan bu gündə əziz qardaşımız Pəncəli Teymurovun anım günündə ürəkdən salamlayırıq. Mənim üçün böyük şərəfdir ki, bir əlimi şəhid anası hamımız üçün bu ocağı ibadətgaha çevirən Rahimə ananla bir yerdə
bu çıxış eləmək fürsəti yaranıb. Mən düşünürəm ki, dəyərli çıxış edənlərin sözünü təkrar eləməmək naminə bir neçə fikrimi sizlə paylaşmaq istəyirəm. Bugün Nur Məmməd kişinin ruhu şaddır. Çünki üzərindən 9 il keçsə də eyni həyəcan, eyni hörmət, eyni ehtiramla onun balası yenə anılır. Bugün biraz əvvəl Vasif müəllimin dediyi 200 illik tarixində uğura və qələbəyə həsəd qalmış Azərbaycan dövləti və dövlətçiliyi uğrunda mübarizə aparmış, qurucu babalarımızdan tutmuş ata babalarımıza hər kəsin ruhu şaddır. Çünki bugün artıq bizlər müzəffər dövlətin, müzəffər xalqın evladları olmağımızdan hər birimiz fəxr edirik. Bugün məncə Nur Məmməd kişidən və məzarlarında nur içində yatan ata-babalarımız qədər Ulu Öndərin ruhu şaddır. Çünki onun vəsiyyət elədiyi dövlət onun arzuladığı kimi qüdrətli, müzəffər və qürurludur. Mən bu yolda 10 minlərlə şəhid verilmiş birinci Vətən müharibəsi, Aprel döyüşləri qəhrəmanları ilə birlikdə bu günümüzə və bu şərəfli tariximizə səbəb olmuş Vətən müharibəsi şəhidlərinin hər birinin ruhu qarşısında baş əyərək dönüb deyirəm ki, rahat və huzur içərisində yatsınlar. Belə bir gözəl söz var, deyir, yaxşı şey inananların başına gəlir. Daha yaxşı şey inananların və səbr edənlərin başına gəlir. Ən yaxşı şey isə inananların, səbr edənlərin və əsla vazgeçməyənlərin başına gəlir. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq öz liderinin, ulu öndərinin ortaya qoymuş dəsti xəttə sadiq çıxaraq yüzillərdən gəlmiş şərəfli tariximizi göylərə qaldıraraq Ali Başkomandan müzəffər şəxsiyyət İlham Əliyevin yumruğu, dəmir yumruğu ətrafında birləşərək bizə bu şərəfli tarixi yaşatdı. Həqiqətən mən düşünürəm ki, çox insan belə günlərdə danışa bilər, bəlkə bizdən də daha yaxşı danışanlar olar dünyada. Amma əmin olun ki, qəhrəman bir xalqın evladı kimi, istərsən millət vəkili olasan, istərsə sıravi vətəndaş, bizim qədər, şəxsən mənim qədər heç kimsə qürurla danışa bilməz. Çünki bunu yaşadanlar bizə bu şərəfli tarixi elə yazdılar ki, son sözümü çox tanınmış bir dekolonial tədqiqatçı Michel Orsiya-Qalpın bir kəlməsi ilə bitirmək istəyirəm. Onun həyata baxışında belə bir fəlsəfi düşüncəsi var, deyir, inandığın hekayəni dua edərcəsinə anlatman lazım. Dua edərcəsinə anlatman, dua edərək deyil, dua edərcəsinə. Biraz əvvəl və bütün hər bir Azərbaycanlının qulağına hək olmuş Pəncəli qardaşımızın öz toy günündə dua edərcəsinə özünə arzuladığı arzular əslində bugünkü müzəffər duruşumuzun səbəbi idi. Allah dualarımızı hər zaman qəbul eləsin. Mən fürsətdən istifadə edərək bugünkü gündə bir daha belə bir anım anında vaxtını, zamanını sərf edib bu məclisə gələn hər bir insana bir astaralı kimi, bir ev sahibi kimi bir daha xoş gəldim demək istəyirəm. Mən fürsətdən istifadə edərək Mehriban xanım Əliyevanın həm bir vitse-prezident, həm də ayrıca hamımıza məlum olan Heydər Əliyev Fondunun bütün şəhidlərin və şəhid ailələrinin yanındakı duruşuna görə həm təşəkkür etmək istəyirəm, həm də
Çox dəyərli Anar Ələkbərovun bugün özü burada cismən iştirak etməsə də sözü var ki, inşallah yaxın gələcəkdə burada görüşəcəyik. Əklik göndərdi. Onun nümayəndəsi, hamımıza doğma əziz olan Mənim Atam Qəhrəmandır layihəsinin rəhbəri, onu şərəflə hər birimizin bəlkə də yerinə gözəl bir şəkildə icra edən Mircəlal qardaşımız Qurbanov buradadır. Mən hər birinizə və uzaqdan gəlmiş hər bir əzizimizə təşəkkür etmək istəyirəm. Dönüb deyirəm ki, həmişə belə qürurlu olaq. Çünki bundan sonra yəqin ki, mənlə razılaşacaqsınız. Söhbət torpağın miqdarından, dərəcəsindən, qiymətindən getmir. Bu müharibə və aprel döyüşləri və vətən müharibəsində qazanmış olduğumuz uğur bizə başqa bir şey verdi. Biz bundan sonra torpaqlarımızı hər hansı bir səbəbdən ötürü itirməkdən belə qorxmuruq. Çünki biz bilirik ki, qəhrəman oğullarımızın yaratmış olduğu bu hava içərisində böyüyən evladlarımız heç bir zaman bizim torpaqlarımızı tarix boyunca tapdaq altında bırakmayacaq. Bir daha hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Faimə ana, sizi öpüb bağrımı basıram. Nə gözəl ki varsınız, nə gözəl ki burada olan şəhid anaları kimi hər birimizə və dünyaya gözəl nümunə yaratmışsınız. Sağ olun. Çox sağ ol Əsəd müəllim. Mən bu tədbirə yığışan bütün bacı qardaşlarımı salamlayıram. Şəhid anaları, şəhid ataları başda olmaqla. Şəhid sevənləri Allah həmişə sevsin. Allah həmişə bizim Azərbaycan xalqımıza əminmanlıq qismət eləsin. Mən həmişə öz çıxışımda demişəm, Allah bizim prezidentimizi qorusun. Bu yaxınlarda Heydər Əliyev fondunun prezidenti Cəlal qardaşımız bizi dəvət eləmişdi iftar süfrəsinə. Mənim atam qəhrəmandır. Oğlum qəhrəmandır. Dəvət eləmişdi biz şəhid anaları. Mən orada prezidentin 2 övladını, qız övladını gördüm. Mən onları görəndə elə bil öz doğma balamı görürəm. Siz inanın, onlar elə xalqla davranırlar. Elə xalqın arasına, vətəndaşların arasına gəlirlər. Elə bil ki, həmişə onlarla bir yerdə olublar. Özünü sadə, necə mehriban, şəhid ailələri ilə davranırlar. Mən yenə də deyirəm, mən minnətdaram. Həm prezidentə, həm onun ailəsinə. Elə bir tərbiyəli övladlar böyüdüblər. Çox sağ olsunlar. Həmişə də demişəm, Allah bizim prezidentimizi biz Azərbaycan xalqının başından belə bir dəqiqədə olaraq əsirgəməsin. Allah ona can sağlığı versin. Allah onun o övladlarını, onun göz işığı eləsin. Bizim Azərbaycan bayrağımız dəfələrlə demişəm, həmişə yüksəklərdə dalğalansın. Həmişə də biz öz prezidentimizlə, belə qardaşlarımızla fəxr eləyək. Bu qardaşlar da hər şeyi danışdılar, mənə o qədər də söz qalmadı. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Fahimə ana, icazə verin, bir balaca bilirəm, həyəcanlısınız. Düzəliş edim, ayaqları dediniz. Heydər Əliyev fondunun prezidenti Mehriban xanımın dəstəyi ilə Mənim oğlum qəhrəmandır, Mənim atam qəhrəmandır layihəsi çərçivəsində Ramazan ayında 2000 şəhidimizin ailəsi iştirak etdi. Və bu layihə
silsilə olaraq davam edəcək və 5 ildir davam edir və bizim analar hansı ki o layihədə iştirak edən analar buradadır və inşallah arzu edirik ki, bayaqlarda da dedim və digər analarımız da hansı ki onların da haqqıdır, onların da balası qəhrəmandır və biz onları da dəvət edirik inşallah ki onları da o layihədə görəcəyik, onların da əllərindən öpmək şərəflidir bizim üçün. O şərəfə inşallah nail olarıq və mən bayaqları bizim gözəl, dəyərli doktorumuz, millət vəkilimiz, bizim Rəşad doktor qeyd etdi. Heydər Əliyev Fondunun icraçı direktoru Anar müəllim adından əkli göndərdi Anar müəllim və inşallah yaxın bir zamanlarda söz verdi ki, evinizi gəlib bu ocağı, Pəncəlinin ocağını ziyarət edəcək. Var olun, çox sağ olun və əlinizdən öpürəm sizi. Bütün şəhid analarının, atalarının əllərindən öpürəm. Var olun. Çox sağ olun. Mən də Anar qardaşıma çox sağ ol deyirəm. Əkil göndərdiyi üçün. Mən onun yolunu gözləyirəm. Gözləyəcəyəm də. Nə qədər, neçə nəfər də gəlsələr, bizim qapımız hər kəsin üzünə açıqdır. Söz veribsə, əlbəttə gələcək. Mən də onun yolunu gözləyərəm. Mən də onu salamlayıram. Ona çox sağ ol deyirəm. Minnətdaram ona. Çox sağ olun. Biz sizə minnətdarıq. Bütün şəhid analarına, şəhid atalarına. Var olun. Allah sizləri qorusun. Sağ olun. Şəhid anasına onun təqdim edəcəyi hədiyyəsi var, gətirsin. Və elə burada Şaxıvat Məmməd Savaşmayan bir roman. Burada şəhidimiz haqqında, Pəncəli haqqında böyük bir səhifənin məlumatları var. Pəncəlinin istər həyatı və döyüş yolu haqqında. Və bunu da bizim həmyerlimiz Elçin gətirib, Elçin qardaşımız bunu daimi anaya təqdim eləmək istəyirəm. Mən də bütün iştirakçıları və başda şəhid ailələri olmayla hamısını salamlayıram və şəhid anaların qarşısında baş əyirəm. Biz sizdə həmişə minnətdarız, təşəkkürümüzü bildiririk. Allah sizi var eləsin, Allah qazilərimizin canını sağ eləsin. Allah vaimə anamıza da can sağlığı versin və bu anım günüm münasibətilə vaimə anaya dərin üzrlə baş sağlığı verirəm. Allah şəhid qardaşımızın məkanını həmişə uca eləsin. Mən də bir kiçik hədiyyə olsa da şəhidimizin orada şəkili var. Bizim üçün dəyərli və böyük hədiyyədir deyə onu təqdim etmək istəyirəm. Mən burada qeyd elətdirmişəm, gərək məni bağışlayasınız. Burada bizim Azərbaycan dövlətin şəhidləridir, yəni bir nömrəni qoyanlardır bunlar. Yəni, sonra orada qeyd elətdirmişəm, Türk dünyasının şəhidlidir. Bu Azərbaycan dövlətin bütövlüyü uğrunda şəhid olublar və ermənilər bizim Türk xalqı özünə düşmən bilirlər. Biz də yəni indi bilmişik ki, ermənilər Türkün düşmənidir deyə orada qeyd elətdirmişəm ki, Türk dünyasının düşməni. Həm də burada İslam dininin qəhrəmanıdır bizim şəhidlər. Yəni burada bizim müqəddəs, İslam dinindən müqəddəs torpaqda olan məscidlərimiz, yəni düz ermənilər özləri donuzdur. Həm də orada həm iki ayaqlı donuz, həm dörd ayaqlı donuz orada saxlayırdılar deyə. Ona görə də bütün İslam dininin də şəhidləri sayılır bizim şəhidlərimiz. Çünki onlar yəni bizim müqəddəs məscidlərimizi ermənilərdən işğal edib və orada ermənilərə bağışlayın, yəni geri qaytardılar və orada azan səsini ucaltdılar və bu şəhidlərimizlə biz həmişə fəxr edirik, bizim başımızı uca elədilər. Allah şəhidlərimizi məqamını həmişə uca eləsin,
şəhid valideynlərinə səbir versin. Sağ olun, təşəkkür edirəm dəyərli vaxtınıza. Minnəttar sizə, qardaş. Bir-iki kəlmə demək istəyirəm. Bu qurban qardaşımız, mən dəfələrlə Lerik rayona getmişəm şəhidlərin anım gününə. Bu qardaş çox vətənpərvər bir qardaşdır. Bütün şəhidlər üçün bayraq üstə şəhidlərin şəklini, xalçalarda şəhidlərin şəklini analara təqdim eləyir. Bu, analar üçün böyük bir təsəllidir. Analar belə sağlığında öz övladlarını görməsələr də, bu qurban qardaşımız bayraqda, xalçada uşaqları, övladlarımızı bizə göstərir. Mən sizə minnətdaram qardaşım. Çox sağ olun. Siz dəyərli qardaşsınız. Çox sağ olun. Sağ ol, Vayma ana. İştirak edən qonaqlarımız çoxdur və rəngarəngdir. Həm yerimiz Buryatiya Respublikasının vətəndaşı, Rusiyada yaşayan Azərbaycanlı diasporasının sədri Cəmil müəllimə sözü verək. Salam olsun şəhidlərə, salam olsun şəhid analara, şəhid atalara, mənim əzizlərim. Bugün artıq ucu ikinci dəfədir mən bu tədbirdə iştirak edirəm. Bugün də Allah təala mənə qismət elədi. İnanırım ki, sizi çoxlu orada sözlər səsləndirdi, fikirlər səsləndirdi. Bugünkü gündə mən ancaq deyə bilərəm ki, xaricdə yaşayan bizim 2 milyon yarım vətəndaşların, Azərbaycanlıların adından deyə bilərəm ki, şəhid anaların qabağında, şəhid valideynlərin qabağında baş əyirik. Allah şəhidlərimizi uca eləsin. Mənim əzizlərim, bugün Ulu öndərimizin qoyduğu yolu diaspor təşkilatlarının nümayəndəsi ilə bir yerdə 90-cı illərdən bugünə kimi fəaliyyətləri çox da yüksək deyildi. Vətən müharibəsindən sonra bizim bütün 87 subyektdə olan federal təşkilat nümayəndələri artıq ucu faal iştirak, faal işlər görürlər, gözəl işlər görürlər. Bugünkü gündə Azərbaycan diasporunun gördüyü işlər həqiqətən çox önəmlidir, çox dəyərlidir. Bugünkü gündə sosial şəbəkələrdə izləyib və onları görmək olar. Mən bir daha sizə öz təşəkkürümü bildirirəm. Buradakı gələn bu istidə, burada duran, burada gənclərimiz, vətəni sevən, xalqını sevən, şəhidlərini sevən bu millətə, bu xalqa mən öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Bizə sözlə deyə bilərəm ki, ancaq biz bu sözü heç vaxt unutmamalıyıq. Biz bu sözləri qəlbimizdə, ürəyimizdə yazıb və onunla yaşamalıyıq. Çox sağ olun, minnətdarım. Sağ olun mənim. Teymurzadə Nursac. Şehir. Elimin qəhrəman oğlu pəncəli, düşdün dildən dilə, döndün dostana. Ey talış xalqının gövhəriləri, fəxarət gətirdin Azərbaycana. Elimin qəhrəman oğlu pəncəli, qədəmləri basa yerdə ayağı, məhv oldu düşmənin ümid çırağı. Bastı sinəsinə uğal bayrağı, qartal da şığışdı cumdu irəli. Elimin qəhrəman oğlu pəncəli, kabusu yaşatdın cəsarətinlə. Bir ordu yetmədi qorxu təkindən, kəssin biləyindən, kəssin kökündən, xalqına uzanan o mənfur əli. Elimin qəhrəman oğlu pəncəli, şikar göründüsə demək sunudur. Cəngavər də udur, igid də udur. Pəncəli ordunun bəs sütunudur. Qucaqur rəqəmli tonc iradəli, elimin qəhrəman oğlu pəncəli. Arzular var sabaha nurlandıran, arzular var daim xəyallar quran. Arzular da var qanı dunduran, bükülür bayrağa tabutla gəlin, elimin qəhrəman oğlu pəncəli. Bu talış xalqının mərd qəhrəmanı, yardı şübhələrin qorxu gümanı, yaman çalxadı Ermənistanı. Milyon ürəklərə yetdi əməli, elimin qəhrəman oğlu pəncəli. Ölüm sinəsinə döyməsin
torpağımızda baş verir. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Çok sağ ol baba. Pəncəlinin döyüş yoldaşı, Ufçu ləqəbli Famil Fəracov. Xahiş edən gəlsin bura. İstəyən Aslı Qüvvələr mənsubu ehtiyatda olan Qarabağ orderini Famil Fərəcov. Bu müqəddəs yerdən ilk öncə bütün Azərbaycan şəhidlərini salamlayıram. Ruhları şad olsun, məkanı cənnət olsun. Eyni zamanda şəhid valideynlərini, şəhid analarını, atalarını və şəhidinə, qazisinə hörmət edən, sevən hər bir kəsi salamlayıram. Hər birinizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Şəhid valideynlərinə dərin minnətdarlığımı bildirirəm ki, bu cür övladlar yetişdiribsiniz və bu övladların sayəsində üç rəyli bayrağımız müqəddəs əzəli torpağımız olan Qarabağda dalğalanır. Bu anı yaşamaq üçün, bu yerə çatmaq üçün əlbəttə ki, bizim sərkərdəmiz, əsl sərkərdə Cənab İlham Əliyevdir. Onun sayəsində, onun güclü siyasəti sayəsində biz torpaqlarımıza geri döndük. Canımızı fəda edərək, qanımızı fəda edərək, can alaraq geri döndük. Bunun üçün də biz fəxr edirik, qürur duyuruq. Nəyə görə? Çünki bizim dövrümüzə düşdü və biz bu dövrdə müharibədə iştirak etdik. Necə ki, 1-ci Qarabağda iştirak eləmişdilər. Onların dövründə biz uşaq idik. O anlarda olan hadisələr bizi çox üzmüşdü. Onun acılı günləri bizim içimizdə qisas hissi oyatmışdı və vaxt gəldi, zaman gəldi, biz qisasımızı aldıq. Bütün şəhidlərimizin bir damla qanının qisası qalmadı. Hər birinin qisasını aldıq. Pəncəli qardaşımız, bugün onun 9-cu il dönümüdür. Torpağa tapşırdığı gündən 9 il keçir artıq. 2016-nın aprel döyüşlərinin əfsanəvi qəhrəmanıdır. Onun haqqında mən bacardıqca hər il gəlirəm. Bundan sonra da Allah qismət eləsin, gəlməyə davam eləyəcəm. Onun haqqında çox danışmaq olar. Bir şey deyim ki, bəzi şeylər demək istəyirəm, amma bəzi şeylər var, demək olmaz. Müəyyən şeylər var, onları demək olmur. Amma bəzi nüanslar var, onları deyəcəm Pəncəlinin haqqında. Hər il deməyə çalışıram, yenə də deyirəm. Deməli, Pəncəli döyüş tapşırığı xüsusiyyəti qüvvələrdə, hər bölməyə döyüş tapşırığı gələndə ən çox sevinən Pəncəli olurdu. Sanki yaxınının, əzizinin bir toy şənliyinə gedəcək, ona o qədər sevinirdi, o cür sevinirdi. Yəni onun düşmənə o qədər kini, küdurəti var idi ki, həmin vaxtı ondan çox sevinən olmurdu. Hər tapşırıqda da o düşməndən bir şey gətirirdi. Ən azından bir silah, bir başqa şeylər də var idi. Onları demək bəlkə də uyğun gəlməz. Yəni hər dəfə o bir şey gətirirdi. Onun gətirdiyi sayəsində o tapşırıq daha tez təsdiqini tapırdı. Pəncəli bizim üçün əfsanədir. Həqiqətən də canlı şahidləri olmuşuq. Onun qəhrəmanlığının, şücaətinin şahidləri olmuşuq. Biz ondan fəxr edirik. Bizə qismət olmadı şəhadət şərbətini içmək. Düzdür, müxtəlif illərdə mən 3 dəfə 2011, 16, 20-ci illərdə yaralanmışam. Amma qismətimdə yox idi. Allahın yazdığı qəza və qədər var. Yəqin ki,
biz o səviyyəyə gəlib çata bilməmişik. Həqiqətən də şəhidlik böyük zirvədir. Quranda da var, şəhidlər ölmür, şəhidlər yaşayır Allahın dərgahında. Ona görə bütün analar bunu belə bilsinlər, belə də bilirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gələn qonaqlara öz minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun, bizə də söz verdiniz. Minnətdaram. Allah razı olsun hər birinizdən. Mən də öz növbəmdə salamlayıram hər kəsi, orada şəhid anaları, şəhid qardaşları, şəhid atalarını. Çox sağ olun ki, belə bir övladlar sizdə böyütmüsünüz, vətən üçün, torpaq üçün böyütmüsünüz. Hər birinizin qarşısında baş əyirik. Allah sizlərə can sağlığı versin. Mən də 2003-cü ildən 2016-cı ilə qədər Pəncəli Teymurovla bir yerdə xidmət eləmişik və döyüş yoldaşları olmuşuq. Bir yerdə əziyyətlərimiz olub Pəncəli qardaşla və Pəncəli mən də Astana Ərkivan kəndinəm, amma mən Pəncəlinə həmişə fəxr eləmişəm. Orada onunla həmişə nümunə almışıq biz. Onun göstərdiyi şücaətlər, onun göstərdiyi fədakarlıq həmişə bizə fəxr olub. Mən də bugünkü növbədə özümə borc bildim, gəldim qardaşımın ildömününə. Həqiqətən də qəhrəmanlar diyarıdır. Allah sizlərə can sağlığı versin. Çox sağ olun, minnətdarım. Çox söz danışmaq istəmirəm. Minnətdarım sizə. Sağ olun. Çox üzr istəyirəm. Əlbəttə söz deyən çoxdur. Yəni bizim burada tədbirimiz yarımçı qalma üzrədir. Çünki burada günəşin təsirindən dayana bilmirlər və biz tədbiri bağlı elan edirik. Minnətdarlıq üçün sözü Famil müəllimə verək, axırıncı sözdür və burada şəhidin ruhuna ehsan verilir və xahiş olunur. Tədbir başa çatdıqdan sonra hər biri o ehsanda iştirak edəsin. Çox sağ olun Alcan müəllimə söz verdiyinizə görə. Mən hər bir gələn qonağa çox sağ ol deyirəm, minnətdarlığımı bildirirəm bu ocağın adından və sözün əsl mənasında biz arxamızda bu dəmir yumruğu görəndə zəfər bizim gözümüzün qabağına həmişə gəlir. Allah Taala bizim bu Azərbaycan xalqımızı həmişə zəfər qismət eləsin. Cənab Ali Başkomandanın ətrafında həmişə birləşək və şükür Allaha ki, torpaqlarımız azad olundu. Qəhrəman xalq kimi başımız dikdir, alnımız açıqdır. Bu yaxınlarda biz Pedaqoji Universitetdə bir tədbirdə olduq. Həmən tədbirdə burada prorektor bir söhbət elədi. Dedi, biz əvvəllər xaricə gedəndə biraz belə elə bil ki, bilirdik ki, üstümüzə bir yük var. Yəni, üzümüz gəlmirdi, torpaqlarımız işğal altında idi. Amma indi biz gedirik, xaricə, alnı açıq gedirik, alnı açıq qayıdırıq deyil. Və sözün əsl mənasında o söz məni çox belə təsir elədi söz mənə. Nəyə görə bunu deyirəm? Çünki o torpaqlar şəhidlərimizin qanı ilə alındı. Bu şəhid anaların qarşısında, ataların qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır. Təşəkkür edirəm. Tədbirimiz yekunlaşır və xahiş olunur şəhid analara keçsin birinci. Azam
şehitlik zirvesine şehit